Necə bir xəbər aldım, bunu siz də eşitməlisiniz. Qızına elçi gələn bir ata oğlandan bilirsiniz nə istəyib? Sağlamlıq haqqında arayış. Özəlliklə veneroloji xəstəlikləri varmı və ya tarixçəsi varmı? Və narkotest. Sağalırıq millət, sağalırıq. Və bunu eləyən ana deyil ha, ata. Qızlarını bu qədər sevən və əlaqəyə yanaşmayan əsl atalara mən baş əyirəm. Belə atanız varsa, bilin ki, dünyanın ən xoşbəxti sizsiz. Əslində bu normal bir şey olmalıdır. Bütün valideynlər belə yanaşmalıdır. Ancaq Azərbaycanda sanki kim hamıdan tez övladını evləndirəcək deyə bir-biri ilə yarışma gedir. Ən əsası sağlamlıq unudulur, ikinci plana çəkilir. Sağlam övlad dünyaya gətirmək və öz sağlamlıqlarını qorumaq üçün bu önəmlidir. Bəli, Hasan xidmətdə bəzi analizlər artıq məcburidir və bu çox yaxşıdır. Ancaq bəzi analizlər var ki, onlar bu paketə daxil deyil. Hər iki tərəf ümumi qan analizi, hormonal analiz, uroloq, ginekoloq müayinəsi, yaxmalar, uşaqlıq boyunu xərçəngi riski müəyyən edən PAP test, PCR testlər qızda və cinsi yollarla keçən başqa infeksiya hər iki tərəfdə Hasan xidmətdə edilənlərdən yanaşı etməlidir. Sağlam uşaq dünyaya gətirmək və öz sağlamlığı üçün bu çox önəmlidir. Hətta həkimlər evlilikdən qabaq HPV peyvəndi etməyə tövsiyə edir. Uşaqlıq boyunu xərçəngindən qorumaq üçün. Hepatit B peyvəndi də önəmlidir. Bəzən düşüncə məhdudiyyətli insanlar deyir ki, biz gəzməmişik, niyə bu analizləri verməliyik? Yaxşı, siz gəzməmisiniz, stomatoloq, dırnaq ustasına, hər hansı əməliyyatlara, kosmetoloqa getməmisiniz. Bu axı tək cinsi yolla yox, bu cürdə keçə bilər. Çox yayılan, dodaqda sızanaq kimi çıxan adi gerpes virusu belə hamiləliyi vaxtından tez sonlandıra bilər ya körpədə ciddi qüsurlar yarada bilər. Bir oğlan bu analizləri keçməkdən vaz keçirsə, bu ciddi bir siqnaldır və düşünməlisiniz. Sizin üçün və dünyaya gətirəcək körpənin sağlamlığını riskə atan insanla ailə qurmaq dəyərmi?